Onda belə çıxır ki, bizim bu dəyərsizliyimiz görsəl olaraq göstərmək istəyirik və bu xanımlarımızın əksəriyyətində əməliyyatlara daha çox, düzdür, bəylərimiz də gedir əməliyyatlara. Bir var tələbdən, bir də var tələbdən yox. Sadəcə Həm görsəl. ehtiyac olunanda getmək başqa, amma Bəli, bəli. davamlı bir Ehtiyatsız. ehtiyac hiss eləyir ki, Bəli, bəli. Mütəmadi burnunu məsəl üçün 3 dəfə, 4 dəfə əməliyyat elətdirənlər. aha. İnsan belə bir şey deyim, bir insan gedib öz burnuna əməliyyat elətdirə bilər. Burada bir problem yoxdur. Amma bir insan davamlı bir ehtiyac hiss edir ki, mən bir yerlər dəyişdirim özümdə. Bu əməliyyatı edim, qaşımı düzəldim, kiprimi düzəldim, davamlı və qane etmirsə, burada baxsın nəyə, misal üçün, burnumu əməliyyat elətdirdim. Düşündüm ki, burnumu əməliyyat elətsəm çox xoşbəxt olaram da, özümü çox dəyərli hiss eləyərəm. Burnu əməliyyat edəndən sonra, müəyyən bir müddətdən sonra yenə eyni hissimi yaşadım. Yenə mi dəyərsiz hiss etdim? Sonra gedir nə edir? Qaşını əməliyyat elətdirir misal üçün. Orada nəsə bir proses icra edir. Düşünür ki, xoşbəxt olacam. Yenə hiss etmir, xoşbəxt hiss etmir. Və artıq biz bir yerdə ayılmalıyıq ki, bu mənim yaşadıqlarımla və ya əməliyyatla heç nə əlaqəli deyil. Bu hiss mənim daxilimdədir. Ona görə özünü dəyərsiz hiss edən insanlar gedirlər əməliyyatlara, burun, qaş, yavaş-yavaş və bütün bədənini şəkilləndirirlər, amma yenə də xoşbəxt olmurlar. Və bəzən də dəyərsiz olduğumuza inandığımız üçün o ehtiyac bizdə yaranır. Məsələn, qaşımız bizə yaxşı görünməməyə başlayır, burnumuz bizə yaxşı görünməməyə başlayır. Çünki beyin həqiqətən də dəyərsiz olduğuna inanan bir insanı ona güzgüdə çirkin göstərməyə qadir bir beynimiz var bizim. Hətta. Hipnoz altında halüsinasiyalar yaradırıq, məsələn, olmayan bir şeyləri göstərir. Bu nədən nədir? Beyindir. Anlata bildimmi? Ona görə bir insanın inancına uyğun, insan inancından başqa bu həyatda heç nə görmür, heç nə ilə qarşılaşmır. Davamlı inancları ilə qarşılaşır və o inanclar təkrar-təkrar sübut olunmuş olur. Anlata bildim? Dəyərsiz olduğuna inanır və onu dəyərsiz olduğuna daha da inandıracaq insanları həyatına çəkməyə başlayır. Hadisələr o şəkildə cərəyan etməyə başlayır. Ki hadisənin sonunda deyir, "Abi mən dəyərsizəm də." Çox maraqlı. Onda inancları yığıb saxlamayaq. İnanclar mütəmadi Dönüşdürmə. Birinci başa müşahidə edib düşmüş anlamalıyıq müşahidə ki, edir. Hə. məndə hansı neqativ inanclar var. Özüm və həyatım haqqında indi burada dini inanclardan Bəli, söhbət bəli, etmirəm. bəli, bəli. Özümüz və həyatımız haqqında nə kimi neqativ inanclarımız var? Bu inancları birinci anlamağa, müşahidə etməyə çalışaq. Hansı təkrarlanan hadisələr var həyatımda və bu hadisələrin sonunda mən nə hiss edirəm? Nə duyğu var? Bunları müşahidə etdikcə, bu hisslərə, bu duyğuların adını qoyduqca, yəni bir adla yaşamayanda da, yəni qəribə hiss edirəm özümü. Belə olanda özümü qəribə hiss edirəm. Bu onu göstərir ki, biz öz duyğularımızı tanımırıq. Yəni özümüzü tanımırıq. Özümüzü dərindən tanımalıyıq, o duyğulara ad qoymalıyıq. Ondan sonra nə qədərini özləri dönüşdürə bilirlər, dönüşdürəcəklər. Nə qədərini də dönüşdürə bilmirlər, bu normal dəstək ala bilərlər. Bu şəkildə.